Dəyərli izləyicilərimiz, Əhmədli metrosundan 7-8 dəqiqəlik məsafədə yeni bir mənzilimiz satışa çıxıb, təmirdən sonra yaşayış olmayıb. 2 ev proyektidir. 9 mərtəbəli binanın 3-cü mərtəbəsində 2 otaqdan 3 otağa düzəlmə mənzili. Bütün otaqlara pəncərə düşür. Birinci şəxsə düzəlmə. Dəhliz hissəsi, dəhliz keramik istif oldu. Dəhlizdə güzgülü açarıq və paltar asmaq üçün yer. Keçid alaq qonaq otağını sizlərə tanış edeyim. Geniş olan qonaq otağı. Bütün otaqlarda konteyner qoyulub, yeni təmirdən çıxıb, təmirdən sonra mənzildə yaşayış olmayıb, sənəd çıxarışdır, stil sistemi kombidir. Hamam otağı və sanitar qovşağı ayrıdır, aksesuarlar quraşdırılıb, siz döşəmə təsis olunub. Bura isə uşaq yataq otağıdır. Valideyn yataq otağı. Gözəl dizaynla təmir olunmuş mənzildir, ağ evdir, gözəl evdir. Mətbəx hissəsi, mətbəx keramik istif oldu. Mətbəxin özünə məxsus pəncərəsi var, 2 pəncərə var. Burada da bağlı balkondur, stil sistemi kombidir, kombi aparatı buradadır. Burada kollektor sistemi, burada isti döşəmələr təchiz olunub. Mənzilimiz haqqında sizlərə bir daha məlumat verirəm. Əhmədli metrosunda 7-8 dəqiqəlik piyada məsafədə Telenov küçəsində pit stop servisin arxasında 9 mərtəbəli binanın 3-cü mərtəbəsində qanuni 2 otaqdan 3 otağı birinci işıqla düzəlmə mənzilidir. Start və qiymət 175 min manat start və qiymətdir. Real alıcı endirim olunacaq. Sağ olun, salamat qalın.